Bax bu gördüyünüz qarşıdakı Masazır dairəsidir. Masazır dairəsindən Xırdalına daxil olanda düz yolun kənarında sizlərə möhtəşəm kupçalı ev tapmışam. Əla da bir qiymətə. Bu Madeiranın yanıdır. Əsas prospekt yolunun kənarında. Keçək mənzillə tanış olaq, tam ətraflı mən sizə məlumatları deyim. Bu fürsət həqiqətən də qaçmaz. Əla bir dənə evdir. Gəlmişik çəkilişə, mən fikir verdim evə, yaxşı səliqəli, təmiz, belə deyim də əşyalı və əşyasız, kupçası hazır əldə. Yəni tapılmayan qiymətlərdən biridir. Biz hansı tərəfdir? Masazdır dairəsindən Xırdalana daxil olanda düz yolun qırağındakı bir binadır. Binanın yeraltı dayanacağı, həyətin uşaqlar oynamaq üçün yeri, marketi, hər şey vardı. Yəni bir sözün hər şey. Əsas giriş hissəsindən başlayaq. Videonun əvvəlində mən sizə göstərdiyim yer binanın həyəti deyildi. Binanın belə deyim də ətrafıdır. Masazır dairəsindən Xırdalana girişə çəkmişdim. Evə daxil oluruq. Burada böyük bir koridor sistemi var. Siz bunu istəsəz buradan bağlayıb bu hissədən koridor kimi də istifadə edə bilərsiniz. Deməli, burada yerləşir evin hamamı və sanuzeli. Sənədi kupçad nəzərinə çatdırıram ki, bina 5 mərtəbəlidir, mənzil 5-ci mərtəbədə yerləşir, mansard deyil. Onu əvvəldən deyim. Evin yataq otağıdır. Mən sizə əşyalı və əşyasız qiymətin hər birini izah edəcəm videonun gedişatında. Evin yataq otağıdır. İki otağa elə düzəldiblər ki, yaxşı bir proyekt veriblər. Bura evin qonaq otağıdır. Bu hissədən təmiz çək, o tərəfi də götür. TV stentidir, televizorudur. Yəni hər şey mövcuddur da. Kompakt bir evdir. Özünə səliqəli kompakt ev axtaran müştərilərimiz gələ bilər. Burada da evin mətbəxidir. Görürsünüz, proyektə baxın, mətbəx ayrı, yataq otağı ayrı, qonaq otağına ayrı. Yəni heç biri iç-içə deyil. Ay zal, studiyo olsun, neyləsin, elə bir şey deyil. Bu da evin balkon hissəsidir. Görürsünüz, qəşəng belə səliqəli balkonu da var. Və gəlin mən sizə bir şey xatırlatma edim ki, əziz izləyicilərimiz. Bu evimiz 48.5 kvadratdır. Deyək ki, 49 kvadratdır. Kupçası da hazır əldədir. Kupça kvadratda 42 kvadratdır. Hamısını tam olaraq səmimi sizlərə izah edirəm. Gələn adamla da danışacaq. Əşyasız qiyməti, yəni 1-2 əşyalar çıxmaq şərtilə 78.000 manat. Əşyalı qiymət 80.000 manat. Gəlirsən yerində, baxırsan, ev sahibi ilə danışırsan. Telefonda qiymət söhbəti olunmasın. İpotekaya satılmır. Nəqdi qiymətə, naliska pula satılır. Gələn adam yerində gəlib danışacaq. Yerinə, şəraitinə, qiymətinə söz ola bilməz. Ən gözəl, ən yeni evlər bizdə olur satışda. Özünüzdən müğayət olun, gəlin sahib olun. Sağ olun.